Keyfiyyətsiz boş folikul olur. O qədər olur ki, ayda bizim, baxın, stimulasiya veririk. 5 dənə folikul yetişirir, biri tutur, 4'ü boş olur. Bədəndə də hər ay 1-2 soduna yetişir də, deməli boş olub da ki, nüvəsi olmuyubdur. Hə. Ona görə o il ərzində 12 ayımızda cəmi 3-4'ünün nüvəsi olur. İndi həmin ay hansısa dək gəlirsə olur. Biz də stimulasiya verməkdə məqsəd nədir ki, birdən-birə 3-4'ü yetişsin ki, yaxşı, 3'ünün sadəcə hüceyrəsi olmasa, sonra 1-2 olsun ki, tutsun. Çox yetişdirməyə mənası olur. Yaxşı, bədən özü birini yetişdirir, amma tutmur. Direkt qoy 3'ünü yetişdirir, 4'ünü yetişdirir ki, biri tutmasa da, 2'si tutmasa da, 3'ü tutmasa da, sonra biri tutsun da. Yəni, məqsəd odur, yaxşı. Bir də əsəblər qaydasında olmalıdır, hormonlar yaxşı olmalıdır, sperm aktiv olmalıdır, borular açıq olmalıdır. Bunu qonşu eləmişəm mən. Açıqdır. Narkozsuzdur özdə. Açıqdır. Əslində açıqdır. Biri 15 saniyə ağrısı var onun. Yəni keçdi getdi də. Hə, üstədir.